Rəbbin sənə əta edəcək ya Rasulallah və sən razı qalacaqsan. Yəni sənə o qədər dəyərli bir şey verəcək, o qədər dəyərli, qiymətli bir şey əta edəcək ki, sən bunun müqabilində sevinəcəksən, razı qalacaqsan. Sən qəlbi sevindirəcək, ruhu sevindirəcək. İndi Quran-ı Kərimə baxaq görək ki, Quran-ı Kərimdə Allah bu vədi verib ki, Peyğəmbərə Allah vədinə müxalif çıxmaz. Harda qeyd edir ki, ya Rasulallah, biz sənə əta etdik ya, bax filan şeyi. O şey ki, sənə demişdik, verəcəyik, sən razı qalacaqsan və onu da sənə verdik. Quran-ı Kərim başdan ayağa incələsək, gəlib bir dənə Kəvsər surəsində dayanırıq. İnna a'taynakal kəvsər. Biz sənə Kəvsəri əta etdik. Yəni, Kəvsər çox dəyərli bir nəsnədir ki, dəyərli bir şeydir ki, ya Rasulallah, biz bunu sənə əta etdik. Kəvsər, təfsir alimlərinin dediyinə görə, çox xeyirli bir anlamındadır. Xeyri çox olan, faydası çox olan, mənfəəti çox olan bir şey. Bəzi alimlərin də izahlarında qeyd olunur ki, ərəb dilində, bilirsiniz də, ərəb dili qrammatik qaydaları bizim dilin qrammatik qaydalarından çox fərqlidir. Ərəb dilində sözlərin qəlibləri var, modelləri var. Ərəb dilində fəvəl modeli yoxdur, qəlbi yoxdur, belə bir vəzn yoxdur. Yəni, başqa kəlmələr bu vəzində işlənməyib. Bir dənə elə Kəvsər söz var ki, o da ilk olaraq da Quranda gəlib. Qurandan öncəki mətnlərdə rast gəlinməyibdir. Qurandan sonraki mətnlərdə Qurandan götürülərək bu sözdən istifadə oluna bilər. Bəzi tədqiqatçıların rəyinə görə Kəvsər sözü İbrani dilindən ərəb dilinə keçmə sözdür. Mənası da paklıq deməkdir. İbrani dilində kaşar və ya kəşər sözü və ya kaşar sözü var ki, paklıq mənasındadır. İndi də İbranilər bu sözü işlədirlər, pak ət, halal ətə işlədirlər bu sözü. Ki, Kəvsərdən məqsəd biz sənə bir paklıq əta etdik. Hər halda paklıq və ya çox mənfəət, çox xeyirli bir şey əta etdik. Nədir bu çox xeyirli olan bir şey ki, Quran buna Kəvsər deyir? Hədislərə müraciət etdikdə bəzi hədislər deyir ki, nəhrun fil cənnə, cənnətdə bir çaydır və cənnətdə bir hovuzdur. Allah Rəsuluna, əhl-i beytinə və əhl-i beyti sevənlərə vəd olunubdur. Onlara veriləcək bir mükafatdır. Quran ayələri bir-birini təsdiq eləyir. Quranın bir ayəsi digər ayəsini təfsir eləyir. Bu 3 ayədən ibarət olan bir surədir. Quranın ən kiçik surəsidir, Kəvsər surəsi. İnna a'taynakal kəvsər. Biz sənə Kəvsəri əta etdik. Sonraki növbəti ayəni oxuyaq. Fasalli li rabbika vanhar. Rəbbin üçün namaz qıl, vənhər, qurban kəs. Bu ayədən Kəvsər sözünün mənasını anlamırıq hələ. 3-cü ayəyə keçirik. İnnə şəniəkə huvəl əbtər. Sənə düşmənçilik eləyən, sənə tənə vuran özü sonsuzdur. Onun sonu kəsik olacaqdır.